Mansur yuxudan oyandı və otaqda gözlərini açdı. Günəş yumşaq işığı ilə otağa düşürdü. Mansur ayağa qalxdı və güzgüyə baxdı. Öz əksinə diqqətlə baxdı, biraz düşüncəli idi. Bəlkə bugün Fransiyaya gedim. Mansur, Fransiyaya getmək nə deməkdir? Hələ planın yoxdur, az da real ol. Ey, mən öz fikrimlə gedəcəm, heç kim mənə heç nə dem. Hazır ol, Mansur. Bu yol maraqlı və gözlənilməz olacaq, diqqətli ol, belə baxanda özün qərar vermisən, belə tez qərara mən heç nə deyə bilərəm. Mansur maşında arxada oturub pəncərədən çölü seyr edirdi. Küçələr sürətlə keçirdi. Mansur böyük hava limanının binasını gördü, işıqlar əks olunurdu. Mansur təyyarənin koridorundan keçərək yerini axtardı. Ey, mənim yerim hardadadır, bəyaqdan tapmıram. Tapdım şükür, indi rahat səyahətə başlayaq Fran. Mansur yerinə oturdu və pəncərədən buludlara baxdı. Təyyarə silkələndi və kabinədə hamı qorxuya düşdü. Bir dəqiqə nə olur belə, aman Allahım. Təyyarə parçalanaraq ağacların üstünə düşdü. Mansur hələ pəncərə kənarında idi. Mansur Amazon çayının sahilində uzanmışdı, gözləri yumulu.